Salam əziz abituriyentlər. Bu günləri öz kitabımızdan belə bir 4-cü qruplar üçün belə bir sualın izahı ilə sizə tanış etmək istəyirəm. Demək, sualda deyilir ki, 400 qram 40%li mis 2 sulfat məhluluna 200 qram kütləsi 200 qram olan maqnezium lövhə salınır və məhuldakı mis 2 sulfatın məhlulunun kütləsinin lövhənin kütləsindən asılılıq qrafik verilmişdir. Burada diqqət etmək lazımdır nəyə? Məhuldakı mis 2 sulfatın kütləsinin lövhənin kütləsindən asılılığı bizə verilmişdir. İndi gəlin baxaq burada. Deməli, burada biz nəyə diqqət etməliyik? Birinci diqqətlə baxırıq ki, 400 qram 40%li mis 2 sulfat məhluludur. Və 400 qram mis 2 sulfat məhlulunda 400 qramın 40%-ni biz tapsaq burada, eləyəcək 160 qram deməli mis 2 sulfat. Və mis 2 sulfatın da emeri, mis SO4-ün də emeri 64 misdir. Şüd 32-dir və 4 vurulsun 16, 64 və bunların toplam cəmi eləyəcək 160. Yəni mis 2 sulfatın molyar kütləsi 160 qram bölünsün moldur. Buradan görürük ki, buradakı məhuldakı mis 2 sulfatın kütləsi 160 qram idi. Və başlanğıc nöqtəyə baxsaq, başlanğıc nöqtədə mis 2 sulfatın kütləsi 4m-dən işarə olunub. Yəni 4m bərabərdir 160 və m də burada bərabərdir deməli 40-a. Və diqqətlə baxsaq burada biz başlanğıc nöqtədən bu nöqtəyə gəldikdə kütlənin 3m qədər, yəni 3 vurulsun 40, yəni 120 qram azaldığını göstərir. Yəni məhluldakı mis 2 sulfatın kütləsinin 120 qram azaldığını görürük. Onda belə bir yaza bilərik biz. Deməli, maqnezium üzərinə gəlinsin mis 2 sulfat alınır burada. Maqnezium sulfat plus mis. Və burada kütlənin dəyişməsinə baxaq. Artıq biz bilirik ki, burada 120 qram mis 2 sulfat reaksiya daxil oldu. Yəni 160 qram reaksiya daxil olduqda lövhənin kütləsinin artması nə qədər olurdu? 24 qram maqneziumdan 64 qram misin fərqinə baxırıq. Deməli, 160 qram mis 2 sulfat reaksiya daxil olduqda lövhənin kütləsi 40 qrama artırdısa 120 qrama x. Burada x yazmayaq, çünki x burada ifadə olunub. Tutaq ki, deyək A-dır bu. A bərabərdir 160-dan 40-a 4 dəfə azalma, 120-dən A-ya 4 dəfə azalma olacaq, yəni 30 verəcək bizə. Deməli, lövhənin kütləsi 30 qram artacaq. Lövhənin kütləsi 30 qram artacaqsa, deməli, x-imiz lövhənin kütləsi əvvəl 200 idi. 200 plus 30 olacaq 230 qram. İkinci hala baxsaq isə 160 qram mis 2 sulfat tamamilə reaksiya daxil olub. 160 qram mis 2 sulfat tamamilə reaksiya daxil olduqda bayaqları qeyd elədik ki, 40 qram artım baş verir. Onda 40 qram artım baş verirsə, y-imizdə olacaq 200 plus 40, yəni 240. Deməli, cavabımız x-in qiyməti oldu 230, y-in qiyməti isə